Ondan Allah bütün xəstələrə şəfa versin, mənə də şəfa versin. Amin. Bundan da nədim Kərbalaya da qismət olsun. Amin inşallah. Ondan davamı bol olsun. Allah sizdən də razı olsun. Həqiqətən də sizinlə danışdığımız mövzuların hamısını çəkmişəm belə şərəflə. Özümü də çox xoşbəxt hiss edirəm. Həqiqətən olduqca ki, Allah mənə qismət elədi, buna gəlib görməyi. Allah bundan sonra da getməyənlərə də nəsib eləsin. Allah sizdən də razı olsun. Burada hamımız bir-birindən paç qardaş olun. Allah qəbul etsin. Qardaşım olsun. Allah sizdən razı olsun. Allah qəbul eləsin inşallah. Bizim nənəmiz, Şirin nənəmiz. Umut Travel şirketine teşekkür ederim. Bu güzel çekilişe göre, bu güzel muzeylere göre bizi apardı. Güzel güzel yerleri ziyaret eledi. Allah razı olsun. Amin. Allah'tan arzum budur ki her bir zaman misal Kərbəlayla, Rasim Kərbəlayla, Kamran Kərbəlayı balamızla güzel yerlere gidelim. Şehitlərimin karşısında baş əyirəm. Onlara çoxlu səbir diləyirəm. Amin. Allah Teala sizin də canınızı sağ eləsin. Bu gözəl şirkətlə həmişə gəzməklərə, ziyarətlərə gidiyor. Çox sağ ol mən balam. Çox sağ olun nənəm. Allah qəbul eləsin. Amin. Buyurun siz də öz fikrinizi. Allah canı salamat eləsin. Yaxşı qrup idi. Belə yaxşı gedib ziyarət elədik. Allah ziyarətlərimizi qəbul eləsin. Amin inşallah. Umrə, Hacı Kərbalay qismət eləsin gedək bir yerdə. Sağ olun. Belə mövzularınıza da qulaq asdıq. Çox xoş oldu. Allah bütün şəhid analarla bir yerdə. Amin inşallah. Ziyarətlərə gedək. Nasib eləsin inşallah. Allah qəbul eləsin. Təşəkkür edirəm. Çox sağ olun, var olun. Allah sizi hifz eləsin. Allah təkrar ziyarətlər nəsib eləsin inşallah. Çox sağ olun, var olun. Bizim Əbasət qardaşımız, mən istəyirəm, qardaşımız da öz fikrini bildirsin. Əzizim, ziyarət barəsində öz fikrini inşallah bildirərsin. Ziyarət yaxşı keçdi, təşkilatçılığımız da yaxşıdır, Allah canınızı sağ eləsin. Sağ-salamat getdik, gəldik, hər şey qaydasındadır. Allah İnşallah nəsib olsun yeni gedək. İnşallah. Bizim Rahid qardaşımız hər vaxt bizlərlə ziyarətlərə zəvvar olubdur. Allah qəbul eləsin. Əlbəttə ki, bu bir Allahın lütfüdür bizə. Allah həmişə bizə lütf eləyir. Biz də gedirik, ziyarət edirik və qaldı ki, o xidmət edənlər Allah həqiqətən çətindir. Tembol yayda biraz da çətindir. Əziyyət çəkirlər. Allah dünya və axirət təcili versin. Amin. Dostum Hacı Davuda da salamını gözləyirəm və təşəkkür edirəm. Sağ ol, var olasın qardaşım. Allah sizi var eləsin.